Zamanın nəbzini tutan doğma televiziya. Bugün Azərbaycanda və Şərqdə ilk televiziya olan AzTV televiziya kanalının yaranma günüdür. Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayır. Ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub. Ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilir. Televiziyanın yaranmasından 67 il ötür. Deməli, SSR-də ilk dəfə Bakı televiziya studiyası kimi işə başlayan doğma televiziyamız 14 fevral 1956-cı ildən fəaliyyət göstərir. Danışır Bakı. Ana televiziyadan 30 il öncə Azərbaycan radiosu, onun ardınca 1941-ci ildən isə xaricə verilişlər radiosu fəaliyyət göstərir. Hər üç qurum dövrə müvafiq olaraq müxtəlif statuslara yiyələnsələr də, özlərində müasir tələbata uyğunlaşmaqla yanaşı peşəkarlıqlarını da məharətlə hifz edə biliblər. Onlar bugünün işığına yığışıb həmkarlarını təbrik edirlər. Axı ən azından Azərbaycan televiziyasının təməlini qoyanlar arasında ana radionun şinelindən çıxan peşəkarlar yetərincə idi. Onların çoxu bugün haqq dünyasına qovuşsalar da, biz haqq naminə ötüb keçən günlərimizin əziz və dipdiri xatirələrinin unudulmaz obrazlarını, ötüb keçən peşəkar əməkdaşlarımızı mütləq xatırlayacağıq. Verilişin ərsəyə gəlməsində isə bugünün əməkdaşları iştirak edəcəklər. Bizdən ayrılmayın, bizimlə qalın. Sərhədlər aşan Danışır Bakı. Salam sabahınız xeyir olsun. Xalq yaradıcılığa bulanır. Gecəniz xeyir olsun. Duyğu yarpaqları. Səslər olsun. ürəklərin qapısını döyən, ümidləri, sevgiləri sizinlə bölüşən Azərbaycan radiosu. Radionun tarixində bulaq kimi qaynayan bulaq var ki, təkcə bu ad özü ana radiomuzun tarixini danışır. Bulağın suları isə təkcə bu tay Azərbaycanda deyil, o tay Azərbaycanda da bərq vurur. Xalq yaradıcılığı. Bulaq. Dinləyicilərinin sayı eynən bu tay Azərbaycanlılar qədərdir. Bəlkə də daha çox. Radionun tarixində muğam saatı verilişi var ki, dinləyicilərinin bir vaxtda, bir məqamda dua dinləyən kimi sükut edib, düşünərək dinlədikləri verilişdir. Və məhz belə verilişlər tarixin hökmü ilə o tay bu tay deyilən vətənimizi çoxdan, lap çoxdan birləşdirib. Heç ayrılmağa qoyubmu ki? Beynəlxalq radionun yaranması tarixinə nəzər salanda isə görürük ki, bu özü də bir tarixi hökm imiş. 1941-ci ildə SSR hökuməti radio təbliğatını Türkiyə və İranda yaymağı məqsəduyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan 2 redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasını isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir. 1941-ci il iyulun 20-sində "Burası Bakü, İnca Baku" ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq Bakının səsi çağırışı altında dünya efirinə çıxır.
Danışır Bakı. Burası Bakü. Ona bak. İnce Baku. Raxaz və Baku. Говорит Baku. Qəbşədə Büku. Labarakobs Baku. Duaxı və Baku. Hosumi Baku. O dövrdə xarici yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikail Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gül Məmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər. Verilişlərdə Sovet Məlumat Bürosunun xəbərləri, ziyalıların radiyolu çağırışları İran və Türkiyə əhalisinə çatdırılırdı. 1950-ci ildə Türk və Fars redaksiyalarının əsasında xarici verilişlər baş redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün Azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiyada bu quruma daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi. 1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Bu redaksiyada diktor vəzifəsinə İraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı. O dövrdə Azərbaycan Dövlət Universitetinin nəzdində də Şərqşünaslıq fakültəsi artıq fəaliyyət göstərirdi. Həmin fakültəyə Ələsgər Məmmədov başçılıq edirdi. Və artıq Azərbaycanın özündə ərəb dili mütəxəssisləri yetişmişdi. Və bu mütəxəssislərin böyük əksəriyyəti elə Ələsgər müəllimin yetirmələri idi. Və ona görə də Azərbaycanın kənardan mütəxəssis gətirməyə qəti ehtiyacı yox idi. Ələsgər Cəfəroğlu Məmmədov və ya Əli Əsgər Cəfəroğlu Məmmədov 1919-2000-ci illərdə Bakıda doğulub, boya başa çatıb, Azərbaycanlı şərqşünas alim kimi tanınıb. Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, Alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberg prosesində tərcüməçi olub. Ələsgər Məmmədov ərəb dilinin tədris metodikasına gətirdiyi yeniliklərlə ad qazanıb. 1958-ci ilin sentyabrında ilk dəfə Azərbaycan radiosu nəzdində ərəb redaksiyasının yaradılması da Məmmədovun təşəbbüsü ilə bağlıdır və redaksiyanın ilk redaktoru da o özü olub. O 1969-cu ildən etibarən həm də SSR Semitoloqlar Kollegiyasının üzvü olub. Aida İmanquliyeva, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva, Malik Mahmudov və İmanverdi Həmidov kimi Azərbaycanın tanınmış ərəbşünasları Məmmədovun yetirmələri hesab olunurlar. Ələsgər Məmmədovu Azərbaycan ərəbşünaslıq elminin patriarxı adlandıran ərəbşünas alim Nəriman Qasımoğlu yazırdı ki, əgər Türkiyədə ərəbcə 10-15 ilə mükəmməl öyrənmək mümkün idisə, Bakıda Ələsgər müəllimin üslubu ilə bu 4-5 il müddətində başa gələ bilirdi. Ələsgər Məmmədov məktəbinin nümayəndələri ərəb ölkələrində, əsasən də İraq, Suriya, Sudan, İordaniya, Küveyt, Yəmən, Ədən, Misir, Liviya, Tunis və Əlcəzairdə tərcüməçi və diplomat kimi də fəaliyyət göstərmişlər. Yəni ki, artıq göründüyü kimi, kifayət qədər mütəxəssis olan Azərbaycanın bu sahədə heç kəsə ehtiyacı qalmırdı. Ona görə də elə Sinan Səidin özü ilə mikrofon bölüşənlərdən biri də haqqında danışdığımız Əli Əsgər Məmmədovun yetirmələrindən biri Səfər Cəfərov oldu. أيها المستمعون الكرام، نقدم لكم الآن حلقة من برنامج موسيقى أذربيجان. نكرس هذه الحلقة للمغني الأذربيجاني البارز فنان الشعب في الاتحاد السوفيتي بلبل.
Səfər Cəfərov kim idi? O, 1942-ci ildə qədim Naxçıvanın Ordubad diyarında dünyaya göz açıb. Yaşca özündən böyük qardaşları, türkoloq professor Fərhad Zeynalov və tanınmış jurnalist Zöhrab Zeynalov onun sənətə, elmə istiqamətlənməsində böyük rol oynayıblar. Səfər Cəfərov Ordubadda orta məktəbi bitirəndən sonra paytaxtda Bakıya gəlir. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur. Tələbəlik illərində Azərbaycan radiosu ilə əməkdaşlıq edir. 1967-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili qrupunu bitirən Səfər Cəfərov radionun ərəb şöbəsinə təyinat alır. Radiodan başlayan 50 illik ömür yolu xeyli zənglərdə elmə, biliyə daha çox yiyələnmək istəyir və istəyinə nail olmaq, daha da yetkinləşmək üçün 1968-ci ildə Yəmən Ərəb Respublikasına təcrübə ezamiyyətə göndərilir. O vaxtlar Sovet İttifaqında ayrı-ayrı respublikalardan gələcəyinə ümidlə yanaşılan gənc kadrları xarici ölkələrdə təcrübə keçmək üçün istiqamətləndirdilər. Səfər Cəfərov da həmin gənc mütəxəssislər cərgəsində oldu. Yəməndə müxtəlif təşkilatlarda tərcüməçi işləyib püxtələşdikdən sonra yenidən o vaxt Xaricə Verilişlər Radiosu adlandırılan Beynəlxalq Radioya qayıdır və fəaliyyətini daha mütəxəssiscəsinə davam etdirir. Bir neçə il sonra Suriyaya da göndərilən Səfər müəllim burada da ayrı-ayrı təşkilatlarda tərcüməçilik fəaliyyəti ilə məşğul olur və taley elə gətirir ki, artıq peşəsinə can dildən bağlanan Səfər müəllimin özünün bu sahədə yetirmələri yetişir. Bugün Beynəlxalq Radionun ərəb şöbəsində böyük redaktor vəzifəsində çalışan İdris Muradov özü vaxtilə onun tələbəsi olub. Səfər Cəfərovun sonraki illərdə İraq Respublikasına səfəri də həm təcrübəsini artırmaq, bir qədər də mükəmməlləşmək cəhətdən, həm də ümumiyyətlə taleyində yadda qalan izlər naxışlamaq cəhətdən unudulmaz oldu. Hər ezamiyyətində həm də mükəmməl bir ürək dostu qazanan Səfər müəllim özü də kimlərinsə yaddaşında gözəl xatırlamalarla yad edilir. Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Məmmədoğlu Əliyev Səfər Cəfərov
5 günlük değil. Beləcə, xarici verilişlər redaksiyasında Türkiyədə, İranda, Ərəb ölkələrində ixtisaslaşmış kadrlar artıq Azərbaycanı o ölkələrin xalq mahnılarını, folklorunu və hətta kənardan yerli cəmaata çox maraqlı görünən geyim tərzlərində gətirirdilər. Beynəlxalq radionun dəhlizində farsca, türkcə, ərəbcə eşidilən danışıqlar ətrafda həmin kadrlara həm maraq doğurur, həm də peşəkarlığa bir qibtə hiss oyadırdı. Bugün isə xarici verilişlər baş redaksiyası beynəlxalq radio statusundadır və dünyaya 10 dildə yayımlanır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiyə Azərbaycan. Qarabağ et Azərbaycan. Qarabağı Azərbaycaniya. Qarabağ Azərbaycanya. Qarabağ Azərbaycanı. Qarabağın Azərbaycanı. Qarabağ Azərbaycanı. Bugün böyük qüruruyla deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Biz Beynəlxalq Radionun unudulmaz əməkdaşları arasında çoxlarının adını çəkə bilərik. Akşin Babayev, Cahangir Bağırov, Hafiz Nağıoğlu, Aydın Vəlixanov, Muxtar Əliyev, Gültəkin Cabbarlı, Zərifə Kərimova, Zərifə Yusifova, Ofeliya Babayeva, Beynəlxalq Radionun təməl daşlarını qoyan əməkdaşlar sırasındadır. Biz bugünkü gün bir az da tarixə səyahət etdik. Bugünümüz isə göz önündədir. Bugün geniş tamaşaçı auditoriyasına malik ASTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. ...14 fevral ilk yayım günündə Doğma televiziyanı, digər ekran, efir məkanları təbrikə gəlsələr də, biz əlimizdəki televizor pultunun düyməsini hər zaman olduğu kimi məhz ASTV kanalına istiqamətləndirəcəyik. Çünki sən zamanın nəbzini tutan efir məkanısan. Düyməni vuran kimi isə görüntü və səs yayılacaq. Danışır və göstərir Bakı. Günün mübarək Doğma televiziyamız. Efirdə zamanın nəbzini tutan Doğma televiziya adlı veriliş idi. Verilişi efir üçün hazırladılar ssenari müəllifi Sevda Ayaz qızı, rejissor Qızqayıt Cəlal qızı, mətni oxudu İradə Ələkbər qızı və Ruslan Şeydayev.